Hansı fikir yanlışdır? Tunç rehli ilanlar haqqımızı nə anlar? Nümunədə kar qarşılığı olmayan cingiltili samitlərin hər biri işlənib. Kar qarşılığı olmayan cingiltili samitlərimiz L, M, N, R samitləridir. Baxırıq ki, N var, L var, R də var, M də var. Bu doğrudur. İlanlar ismi cəm şəkilçisi qəbul edib və yazılışından fərqli tələffüz olunur. Doğrudur, ilanlar sözü ilanlar şəklində tələffüz olunur, isimli cəmlənib. Tunc isimdir, adlıq haldadır. Tunc zirehli, bəli, isimdir, adlıq haldadır. Mənsubə şəkilçili sözdə eyni samit qoşalığı var. Mənsubə şəkilçili sözümüz haqqımız sözüdür. Bizim haqqımız, ımız mənsubiyyətdir. Lakin tələffüz zamanı birinci samitimiz haqqımız, q olacaq. Ona görə də samit qoşalığı var fikri yanlışdır. Cavabımız bu variant olacaq. Misralarda cingiltili qarşılığı olmayan kar samit işlənib. Kar samitimiz cingiltili qarşılığı olmayan H samitidir. Zirehli sözündə də var, haqqımız sözündə də var. Bu da doğru fikirdir.